Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə rayon icra hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirildi. İclasda rayonun hüquq mühafizə orqanlarının xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli bələdiyyə sədrləri, rayon icra hakimiyyəti yanında ictimai şuranın üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, eləcə də bir qrup fəal ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə iclasın gündəlik iştirakçılarının diqqətinə çatdırıldı. Gündəliyə daxil edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının icrası ilə əlaqədar Goranboy rayon icra hakimiyyətinin iş planının təsdiq edilməsi, Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-30-cu illər dövlət proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezident Administrasiyasının 6 iyul 2026-cı il tarixli tövsiyə məktubuna əsasən Goranboy rayon icra hakimiyyəti başçısı yanında qərargahın yaradılması, 2026-cı ilin 2-ci rübə ərzində rayonun sosial-iqtisadi, ictimai, siyasi və mədəni inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Azərbaycan Respublikasında 2026-cı ilin şəhər salma və memarlıq ilə elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli sərəncamından irəli gələn məsələlərin icrasının təmin edilməsi vəziyyəti barədə və Goranboy rayonunun 2026-cı ildə Gənclər Paytaxtda elan olunmasıyla bağlı rayonun fəal gənclər ilə görüşlərin keçirilməsi və maarifləndirmə işlərinin aparılması vəziyyəti barədə məsələlər müzakirə edilərək, müvafiq məruzələr dinlənildi və qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verildi.